Ramil Vəliyev 8 ildir qaydasız döyüş idman növü ilə məşğul olur. Bu müddətdə artıq 3 dəfə dünya çempionluğu qazanıb. Sonuncu qızıl kəməri isə bu yaxınlarda Kişinyovda baş tutan yarışda əldə edib. 4 döyüş keçdim. Finala çıxış və final döyüşlərim ağır oldu. Ən ağırı da final döyüşüm oldu. Birinci raundda rəqibimi üstələmişdim. Amma ikinci raundda özümü toxtaqladım. Düşündüm ki, bu kəməri nə olursa olsun vətənə gətirməliyəm. İkinci raundun birinci dəqiqəsində rəqibimi dizlə nokaut elədim. Ramil Vəliyevi dekabr ayının 16-sında daha bir sınaq gözləyir. Hazırda idmançımız məşqçilər Şəhriyar Abbasovun və Rafael Məmmədovun rəhbərliyi altında İranda keçiriləcək Avrasiya çempionatına hazırlaşır. Hövsan Olimpiya İdman kompleksində jiu-jitsu üzrə yeniyetmə və gənclər arasında keçirilən